Bitcoinin qiyməti son 2 ayın ən yüksək səviyyəsinə çatıb. Müstəqil.az xəbər verir ki, Bitcoinin qiyməti 2,4% artaraq 96.348 dollara çatıb və noyabrın 16-sından bəri ən yüksək gündəlik artım nümayiş etdirib. Ekspertlərin fikrincə Bitcoin həftələrlə dar diapazonda ticarət edildikdən sonra riskli aktivlər və qiymətli metalların qiymətindəki artım fonunda bahalaşır. Bu, investorların alternativ aktivlərə tələbi və dəstəkləyici geosiyasi vəziyyətlə əlaqədardır. Çünki Bitcoin yanvar ayı ərzində potensial bir qırılma siqnalı verib. Qiymətin $100.000 səviyyəsinə yüksələcəyi gözlənilir. Bitcoinin qiymətindəki bahalaşma kriptovalyuta aktivlərinə qarşı nikbinliyi artırır. Eyni zamanda, bu proseslər kriptovalyutalar üçün $500 milyard çox dəyərində eniş gözləntilərini də aradan qaldırıb. Son 24 saat ərzində təxminən $290 milyon dəyərində Bitcoin likvidasiya edilib. Bütün kriptovalyutalar üzrə isə təxminən $600 milyon dəyərində likvidasiya olunub. Həmçinin ötən gün investorlar Amerika Birləşmiş Ştatları birjalarında ticarət edilən 12 Bitcoin birja ticarət fonduna $754 milyon yatırıblar. Bu, oktyabrın 7-sindən bəri ən yüksək göstəricidir. Qeyd edək ki, Bitcoinin qiyməti 2025-ci il ərzində 6%-dən çox ucuzlaşıb.